Matta 16-cı fəsil. Fariseylərin və Sadukeylərin mayası. Fariseylər və Sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş elədilər ki, onlara göydən gələn bir əlamət göstərsin. Amma İsa onlara cavab verdi. Axşam olanda siz, hava yaxşı olacaq, çünki göy qırmızıdır, səhər çağı bugün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur, deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, amma zamanın əlamətlərini seçə bilmirsiniz. Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. İsa onları tərk eləyib getdi. Şagirdlər otaya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. İsa onlara dedi, ehtiyatlı olun. Fariseylərin və Sadukeylərin mayasından özünüzü gözləyin. Şagirdlər isə öz aralarında danışıb deyirdilər. Bunu çörək götürmədiyimiz üçün deyir. İsa bunu bilərək dedi. Ey imanı az olanlar! Ne üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk eləmirsinizmi? 5000 nəfər üçün 5 çörəyi və neçə zəmbil yığdığınızı xatırlamırsınızmı? 4000 nəfər üçün 7 çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı? Necə anlaya bilmirsiniz ki, mən sizlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və Sadukeylərin mayasından özünüzü gözləyin. O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, Fariseylərin və Sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu. Peterin Məsihi tanıması. İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman öz şagirdlərindən soruşdu. Adamların dediyinə görə bəşər oğlu kimdir? Onlar da dedilər. Bəziləri vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremiya yaxud peyğəmbərlərdən biridir. İsa onlara dedi, bəs siz nə deyirsiniz? Sizcə mən kiməm? Şimon Peter cavab verdi. Sən var olan Allahın oğlu Məsihsən. İsa ona cavab verib dedi. Nə bəxtiyarsan ey Yunus oğlu Şimon. Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan atamdır. Mən sənə deyirəm ki, sən Petersən və mən cəmiyyətimi bu qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq. Yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq. Bu sözlərdən sonra İsa şagirdlərə qadağan elədi ki, onun Məsih olduğunu heç kəsə danışmasınlar. İsa ölüb diriləcəyi barədə əvvəlcədən xəbər verir. Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və 3-cü gün dirilməlidir. Peter onu bir kənara çəkib etiraz eləməyə başladı. Ya Rəbb, özünə yazığın gəlsin. Bu əsla sənin başına gəlməyəcək. Amma İsa dönüb Peterə dedi, çəkil qarşımdan şeytan, sən mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən. Sonra İsa şagirdlərinə dedi, əgər bir kəs mənim ardımca gəlmək istəyirsə, özündən imtina eləsin və çarmıxını götürüb ardımca gəlsin. Kim canını xilas eləmək istəyirsə, onu itirəcək, amma kim mənə görə canını itirirsə, onu qoruyacaq. İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? Çünki bəşər oğlu atasının izzəti içində öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. Sizə doğrusunu deyirəm. Burada duranlardan bəzisi bəşər oğlunun padşahlığı ilə gəldiyini görmədən ölməyəcək.